Salam dəyərli dostlar, bu video dərsimizdə bəzi sözlərdə o, ü və i hərfi ilə bağlı olan nüansları qeyd etmək istəyirəm. Birinci olaraq o hərfi ilə bağlı danışmaq istəyirəm. O hərfi, tərkibində o hərfi olan sözlərdə əgər o vurğu qəbul etmirsə, o zaman o a kimi tələffüz olunur. Yox, əgər o vurğu qəbul edirsə, o zaman o kimi qalır. Məsələn, burada orden sözündə o vurğu qəbul etdiyinə görə o olduğu kimi qalır. Ancaq hansı ki sözdəki o vurğu qəbul etmir, o zaman o'lar a kimi tələffüz olunur. Məsələn, monoloq sözündə burada vurğu düşür üçüncü o'nun üzərinə. İlk iki o vurğusuz olduğuna görə bunların hər ikisi a olaraq tələffüz olunur. Yəni, monoloq. Ancaq istisna sözlər var ki, baxmayaraq ki, onların üzərinə vurğu düşmür, onlar yenə də a kimi tələffüz olunmur. Məsələn, okean, noyabr, oktyabr, bunlarda vurğu qəbul etməsə belə o'lar a kimi tələffüz edilmir. Sonra dostlar, buradakı sözlərdə bəzən qarışdırılır, ü ilə mi yazılır, i ilə mi yazılır, u ilə mi yazılır. Ü ilə yazılan sözlər var ki, hansı ki onlar səhv salınır. O sözlərin düzgün yazılış formasını qeyd etmişik. Biruzə, Füzuli, mühüm, müşkül, binövrə, üfüq, füsunkar, büllur, cüdo, büro, hüsünxət, kompüter, fakültə, fakültativ. İ ilə yazılan sözlər külli, müdir, müdrik, müflis, müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, ülvi, ümid, müthiş və müsibət. Bu sözlərdə gördüyünüz kimi dostlar, i ilə yazılan sözlərdir. Növbəti videolarımızda görüşənədək hələlik.